Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin ve ala ehl-i beytihi tayyibine tahirin. Bildiyimiz kimi bura Şufa məscididir və burada bir sıra müqəddəs məqamlar yerləşir. Həzrət Əli əleyhissalamın zərbətləndiyi məqam buradadır və eyni zamanda İmam Hüseyn əleyhissalamın özündən əvvəl səfir göndərdiyi əmisi oğlu Müslim ibn Əqilin mübarək məzarı buradadır və eyni zamanda ona kömək eləmiş Hani ibn Ürvənin məzarı burada və Muxtar Əs-Səqəfinin də mübarək məzarları burada yerləşir və buradan da əlavə bu yerdə bir sıra fəzilətli Həzrət Əli əleyhissalama məxsus və Həzrətin qəzavət elədiyi digər məqamlar yerləşir. Kufə şəhəri barəsində deyirlər ki, Kufə hadisələr şəhəridir. Burada bir sıra tarixin gedişatına mühüm təsir eləmiş hadisələr baş veribdir. Bildiyimiz kimi Həzrət Əli əleyhissalamın hakimiyyəti Kufədə yerləşib və o həzrətin də elə şəhadəti burada baş verib. Əli əleyhissalamın evi də bu şəhərdə yerləşir. Yazırlar ki, bir sıra zalim xəlifələrin burada hakimiyyətləri olub. Məsələn, İmam Hüseyn əleyhissalamın mübarək başını bu məkanlarda, Darul İmarə ki, Kufə şəhərində yerləşir, bu məkanda İbn Ziyadın qarşısına gətirib qoyublar. Əsirləri Həzrəti Zeynəbi, İmam Səccad əleyhissalamı və digər əhl-i beyt əsirlərini bu şəhərə qolu bağlı şəkildə gətiriblər, İbn Ziyadın qarşısına çıxarıblar. Və maraqlı hadisələrdən biri budur ki, İbn Zübeyrin başını Əbdülməlik İbn Mərvanın qarşısına bu şəhərdə gətirib qoyanda bir nəfər dedi ki, Subhanallah. Əbdülməlik dedi ki, Subhanallah niyə deyirsən? Denən, əlhəmdülillah ki, düşmənə qələbə çaldıq. O şəxs deyir ki, yox, ona görə demirəm. Deyir, bir zaman ki, sən oturmuşdun o taxta, İbn Ziyad əyləşmişdi, İmam Hüseynin başı qarşısındaydı. Sonra İbn Ziyadın başını Muxtarın qarşısına qoydular həmin bu sarayda. Sonra Muxtarın başını İbn Zübeyrin qarşısına qoydular. İndi İbn Zübeyrin başını sənin qarşına qoyurlar. Mən də düşündüm ki, görəsən sənin başını kimin qarşısına qoyacaqlar. Yəni bu qədər tarixin gedişatına təsir göstərmiş hadisələr bu şəhərdə baş veribdir. Lakin sözümüzün canı bundan ibarətdir ki, burada bir sıra, bir neçə fəzilətli səhabələrin məqamları yerləşir. Qeyd elədik ki, Müslim ibn Əqilin, Hani ibn Ürvənin, Muxtar Səqəfinin mübarək pak məzarları buradadır. Yəni, onlar Əhl-i Beytin yolunda öz canlarından keçdilər. Hər nəyləri var idisə, bu yolda xərclədilər. Quran-ı Kərimdə ki, Ali-İmran surəsinin 92-ci ayəsində Allah buyurur, Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun və ma tunfiqu min şeyin fə innəllaha bihə alim. Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyənə qədər əsla yaxşılığa nail olmayacaqsınız. Allah onun yolunda xərclədiyiniz hər bir şeydən xəbərdardır. İnsanın Allah yolunda xərcləyəcəyi, Allah yolunda keçəcəyi ən dəyərli sərmayəsi onun canıdır. Yəni, insan hətta xəstələnəndə ölümdən qurtulmaq üçün insan öz malından, sərvətindən keçər. Bu yolda sərf eləyər ki, ölümdən qurtulsun. Yəni, insan üçün ən dəyərli onun canıdır. Bu şəxslər də Allah yolunda, Allahın övliyaları yolunda öz canlarından keçiblər. Ona görə bu qədər fəzilətli və şərafətlidirlər. Bizim bu yerlərdən alacağımız ən mühüm dərslərdən biri də budur ki, insan öz imamına, Allah övliyasına necə bağlanar və onun yolunda öz canından necə keçə bilər. Biz bu yerlərdə bunu öyrənməyə gəlmişik. Yəni ki, məsumlardan da əlavə səhabələrin ziyarətləri bizim üçün müstəsna bir təsirə malikdir. Bu baxımdan ki, biz onlardan imam yolunda necə fədakarlıq göstərməyi, öz canından keçməyi öyrənirik. Həqiqətən də bunlar çox əzəmətli bir şəxslərdir ki, öz imamları
bunlardan razı qalıb ki, bizlər də onlardan bu dərsi alırıq ki, inşallah biz də İmam Zamanın qəlbin şad eləyən bəndələrdən olaq, onların tərəfdarlarından olaq. Bəli, fədakarlıq deyəndə Əhl-i Beyt əleyhissalam yada düşür. Quran-ı Kərimdə Əhl-i Beytin fədakarlığı barəsində bir çox ayələr var və nə qədər ki səhabələr var, canlarını onların yolunda fəda eləyiblər, fədakarlıq göstəriblər, hamısı Əhl-i Beyt məktəbinin təsirindəndir. İnsan Əhl-i Beyt məktəbi ilə tanış olduqda, Əhl-i Beytə qarşı mərifəti yarandıqda başa düşür ki, insan üçün, bizlər üçün ən müqəddəs məqam, ən müqəddəs amal, canımızı, hər nəyimiz varsa bizlər üçün dəyərlidir. Onları Allah yolunda, onun övliyaları yolunda, imam yolunda keçməyi bacarmalıyıq. Bu ziyarətlərdən alacağımız ən mühüm dərslərdən də biri elə bundan ibarətdir. Allah bizləri Əhl-i Beytə qarşı mərifəti yaranıb, onların yolunda fədakarlıq göstərib, yeri gəldikdə onların yolunda malından, canından keçməyi bacaran bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.